Herkese salam. Bugün biz Ağdərə rayonunun Umutlu kəndindəyik. Bura gəlişimizin məqsədi Ağdam rayon Qalayçılar kənd sakini, həm də döyüşçüsü Elşən Muxtarov Zülfüqar oğlunun keçdiyi öz döyüş yollarından sizə bəhs edəcəyik. Belə ki, 1972-ci il 25 avqustda məhz elə Qalayçılar kəndində dünyaya göz açmış Elşən Muxtarov Zülfüqar oğlu 1991-ci ildə könüllü olaraq hərbi xidmətə yollanmışdır. O öz döyüş yollarını Ağdərə rayonunun Umutlu kəndində keçirmişdir. Müharibənin amansız vaxtlarında o, Umutlu kəndinin ərazi bütövlüyünü qorumaq üçün öz canını təhlükəyə atmışdır. Və indi biz həmin kəndə gəlmişik. Və onun bu yollarda qoyduğu əziyyəti, verdiyi təşəbbüsü sizlərlə bölüşəcəyik. Budur həmin o şəxs. Çoxlarının bilmədiyi qəhrəman Elşən Muxtarov Zülfüqarov. Elşən bəy, salam. Salam. Necəsiz? Sağ olun. Hə. Buralara gələndə nə hisslər keçirirsiniz? Orada yenə çox pis hisslər keçirirəm. Çünki köhnə xatirələr hamısı yada düşür. Keçdiyim o günlər 1992-ci il fevral ayı. Ən dəhşətli, ən ağır günlərdən biri. 1992-ci il fevralın əvvəlləri biz bu kəndə, Umutlu kəndinin keşiyində dayanmışıq. Bir qrup silahdaşlarımızdan. Rəhmətlik milli qəhrəmanımız Şirin Mirzəyevin batalyonunda olmuşuq və bu kəndin keşiyində dayanmışıq. Yerli sakinlərlə bir yerdə. Həmin dövrdə artıq hamıya məlumdur ki, Xocalı hadisələr baş verdi, soyqırımı. Və bu hadisələrdən sonra artıq erməninin demək olar ki, bütün diqqəti bu kəndi götürməkdir. Və həmən gündən etibarən arada deyərdim, atışmalar, şiddətli döyüşlər olurdu. Biz həmən vaxtlar bu gördüyünüz məktəbin boyu postlar qurulmuşdu. Həmən bax bu dayandığımız yerdə, bax bu çuxurda bizim post idi, 8-ci post. Biz bu postda dururduq. Bir postda və eyni zamanda yolun alt tərəfində başqa bir postumuz vardı. Bu iki postlar bizə baxırdı. Artıq 26 fevralda artıq Xocalı soyqırımından sonra bizə xəbərdar olundu ki, artıq növbəti kənd Umutlu kəndidir. Ermənilər tərəfindən artıq nəzarətdədir və götürmək planı var. Və biz artıq bizdə demək olar silah sursatımız da az olduğu üçün artıq ərzaqda çatışmazlığı vardı. Yorğunluq, bir çıxış yolu bura ancaq vertolyotlar gəlirdi. Həmən günü vertolyot düşən yerə orada qalan ətraflı söhbətləri orada davam elətdirərik. Biz hal-hazırda həmin məkandayıq. Hansı ki, vertolyotun gəlməli olduğu məkan. Vertolyot tam olaraq buraya gəlməli idi. Çünki Elşən Muxtarov və bununla bərabər 18 nəfərlik şəxsiyyət ilk öncə sakinləri ilk vertolyotla yola salaraq artıq ikinci vertolyotun gəlməsini gözləyirdilər. İndi isə biz onların həmin vaxtda başlarına gəlmiş hadisələr haqqında eşidəcəyik. Bəli, söz sizə də Elşən Muxtarov. Artıq vertolyota gələn vaxtı biz artıq postlardaydık. Postdan çıxıb gəldik bura. Bu vertolyotda gördüyünüz bu əraziyə
vertolyota. Artıq biz gözlədik ki, üçüncü reysdə vertolyot geri qayıtmalıdır bizlər üçün, hansı ki 18 nəfər üçün gəlməli idi. Biz gözlədik, artıq qaranlıq düşür, amma vertolyotdan bir xəbər yox. Sivyazımız da yox idi, əlaqələr tam kəsildi batalyonla. Məcbur olduq artıq, erməni də artıq atırdı, ateşə tuturdu bu istiqamətdən, Həsən istiqamətindən. Biz məcbur olduq ki, artıq kəndi tərk eləməyə. Kəndi tərk eləməyə məcbur olduq. Bu gördüyünüz bu dağ hər tərəfi erməni kəndləri olduğuna görə bircə çıxış yolumuz Murov dağına idi. Murov dağından Kəlbəcərə getmək. Kənd sakinindən Məhəmməd adlı bir şəxs, o da milli batalyondaydı. O bələdçi olmaq şərti ilə 18 nəfər bu dağlara üst tutduq. Dağlara üst tutduq. Artıq fevral ayı, qışın ən sərt ayı, çovğun, hər tərəf dümağ qar, şaxtalı gecə. Saat olarda hardasa yəqin ki bir 8 ərəfəsində artıq biz Murov dağına üst tutduq. Bəli, bildiyimiz kimi həmin ərəfələr qış ayları idi. Bəli. Təbii ki, qış ayı olduğu üçün hətta buranın yazı belə su yoxdur. Qışlarını təsəvvür eləyə bilmirəm. O haqda bizə biraz məlumat verərdiniz. Qış deməli hardasa maruz deyərdim ki, olardı 35-30 dərəcə maruzda, hər tərəf qar. Bu dağları aşmaq bizə nəsib oldu. Artıq bizdə ərzağımız da hətta yox idi. Biz elə bildik ki, yəqin ki, vertolyotla gedərik. Bu alınmadı, vertolyot gəlmədi. Heç bir ərzağımız yox idi. Komandir bizə dedi ki, silah, patron, sursat götürmək üçün. Biz də meşoklarımızı doldurduq silah, sursatla. Bu dağa üz vurduq. Artıq birinci sutka, ikinci sutka getdik. Artıq yemək heç nə yox, aclıq, fəlakət. Yermək artıq mümkün deyil. Qardakı istənilən qədər qar vardı. Yermək mümkün deyildi. Bu dağı aşandan sonra da çıxdıq Murov dağına. Da yermək mümkün deyil, çətinliklər, aclıq bir tərəfdən. Birinci sutkanın normalini getdik, hər şey yaxşı qaydasında. İkinci sutkada gördüm ki, aclıq bir tərəfdən, qar bir tərəfdən yermək mümkün deyil. Bir gecə bir yerdə qalası olduq, ocaq qaladıq. Oturmuşuq ocağın başında, məndə başladı aclıqdan qusmaq deyək də, qaytarma baş verdi. Çox öskürək, belə ağrılar hiss elədim. Komandirimiz Fəxrəddin bəy, Allah ona can sağlığı versin, gözəl insan, gözəl komandir. Ömrü boyu o insana borçluyuq. Gördü mənim vəziyyətim pisdir, çağırdı məni, yaxınlaşdım. Dedim, bəs acından dayana bilmirəm də. Civin eşələdi, axtardı, bir balaca bir kusok suxarı tapdı, çörək qırığı. Onu yeyəndən sonra biraz gördüm ki, biraz özümə o qusmaza dayandı, özümü biraz normal hiss elədim. Səhərə açdıq, da komandir dedi ki, bu gedişlə uşaqlar hamısı yorunuq, heç kim gedib çıxa bilməyəcək. Gəlin o kətdən olan Məhəmməd, yəqin ki, bu kətdədir hal-hazırda. Keçən dəfə ondan görüşdük, söhbətləşdik. O dedi ki, belə getsə uşaqlar gedə bilməyəcək, Kəlbəcərə çatamayacaq. Kim məndən gedə bilirsə, 5 nəfər, 3 nəfər mənlə gedək çıxaq Kəlbəcərə, oradan adam göndərək ki, bunlar aparsın. Sabah da sabah izimizdən gələrsiniz. Biz də qaldıq orada, onlar 5-6 nəfər getdilər. Səhər açıldı, hər tərəf tufan, çovğun, qar hər tərəfi basıb, yermək mümkün deyil. Biz qaldıq belə ki, biz hansı tərəfə gedək. Yol tanımır, izitivdir. Çıxdıq bir hündür dağın başına, baxdıq sağa, sola, yenə yolumuza davam elədik. Çox çətinliklərlə, çox ayağımız demək olar ki, da soyuq, buz vurub. Gəldik, gecə bir vaxtı bir taxtadan bir yer tapdıq. Dolduq onun içində, bir gecə də orada qalası olduq. Gecə qalası oldu orada, ocaq qaladıq. O qədər ocağa yaxın tutmuşdum ki, artıq buşlatın bu qol hissəsi təmiz demək olar ki, yanmışdı. Həmin bu dağlarda? Bu dağlarda, bəli, Murov dağında belə meşəlik yox idi. Açıq dağdır da, ağac satı heç nə yoxdur. Gecəni qaldıq orada, yenə çıxdıq, hamı yorğun, heç kim yeriyənmir. Uşağım biri orada qalıb, mən yıxılıb orada qalmışam, bir nəfər orada yıxılıb qalıb. Komandir Fəxrəddin bəy gəlir, yaxınlaşır ki, durun da çatmışıq, bizə ruh verir ki, durun da bu dağı da aşırıq, məsələn, çatırıq Kəlbəcərə durun. Biz də duramırıq. Dayla
vəziyyət yaranıb ki, daha mən komandirə deyirəm ki, məni burada vur da. Məni burada öldür, mən qalım burada. Məsələn, mənim silahımı, avtomatımı alıb götürübdü. Götürüb mən də onun dalınca getmişəm. Elə olub ki, yıxılmışıq qarın içində. Məsələn, baxırsan ki, uşağın biri bir 5 metr orada yıxılıb qalıb, biri biraz ondan aralıda yıxılıb qalıb. Hamı qarın içində yatıb, yuxu bizi aparır qarın içində. Gözünü açırsan ki, məsələn, qar əriyib, düşmüsən torpağın üstə, bax elə. Hə, çox çətinliklərlə gəldik. Bir gündə gəldik, yenə bir dağı aşdıq. Ancaq yediyimizdə nə olurdu? Qar, içdiyimizdə su. Hər dağı aşırsan, bir dənə bulaq qaynayır. Hə, gəldik, yenə çıxdıq, yemişdik, yenə bir çayın qırağına su içirdik. Birdən gördük, vertolyot gəlir. Hə, dedik ki, yəqin bizi axtarırlar da. Hə, komandir bir dənə fişəng yatdı, bizi görmədi, keçdi, getdi. Hə, biz də necə pis olmuşuq. Bir ağlayır, biri qışqırır, atdan yuxarı qışqırırıq, vertolyot saxla, dayan, o da bizi ara eşidir. Hə, ikinci dəfə yenə vertolyot qayıtdı. Yəqin ki, onlar gəlib buranı bir ablav eləyiblər, təzədən qayıdıblar geri. Hə, durduq yenə ağlaşma, belə bir-birimizə qarışıb, yenə yavaş-yavaş gedirik. Daha ki, 3-cü sutka demək olar ki, da çıxmışıq bir dağın başına. Hə, baxırıq da heç kim də yeriyə bilmir. Hə, gördük aşağıda bu tərəfdə bir kənd görsənir. Köhnə kənddir, nəsə yanmış kənddir. Da dedik bu kənd kimin olsa da məcburuq yenə bu kəndə də. Hə, hamı elə dayanıb gözləyirik da heç yeriməyə da mümkün deyil. Hamı yorulubdur. Hə, birdən gördük uzaqdan qəlbi hündür dağın başından belə bir harca bir 10-15 nəfər gəlir. Hə, burada da elə bildik ki, bunlar yəqin erməni zaddır, bizi görüblər, gəlirlər qışmağa. Getdik hərəmiz bir yerə, avtomat zadda təmiz lülə dolub, qarla dolub, avtomat zat var, heç bir işdə avtomat işləmir demək olar ki. Hə, birdən gördük oradan qışırlar, bizik, belə deyəndə gördük ki, bunlar bizimkilərdir də. Hə, həmən çiyinlərini aldılar. Oradan da haradasa bir yarım sutka deyək də, əlavə yol gedib çatmışıq Ağdabana. Kəlbəcərin Ağdaban kəndinə. Orada o həmən o an öz kəndlərinizi deyim, öz cəmaatınızı deyim, onları görəndə keçirdiyiniz hissləri hansı hisslərə bənzədə bilərsiniz? Onları heç bir şeyə bənzətmək mümkün deyil. Heç bir şeyə. Çünki o hissi gərək yaşayasan, onu vəziyyəti görəsən. Bəlkə də mən danışıram, sizə bəlkə də elə bir kino, senari kimi gəlir, amma bu fakt olmuş bir kinodur deyək. Əsl. Bəli, bu Elşən Muxtarovun döyüş xatirələridir. Bu 3 günlük əzab əziyyətin sadəcə dəqiqələrlə əvəz olunmasıdır.